Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Həqiqətlər mövzusunda maraqlı bir sual izahı paylaşacağım sizlərlə. Sual ekranda görürsünüz. Ümumiyyətlə bu tip suallarda necə yazacaqsınız? İstər modul olsun, istər bu ifadələr kök altında olsun. Yəni bunların cəmi əgər sıfıra bərabərdirsə və yaxud da ki kvadrat olsun, yəni hər hansısa bir ədədin mötərizədə kvadrat olsun. Yəni bu ifadələr əgər kök altında, modulda və yaxud da ki hər hansısa bir ifadəni kvadrat şəklində göstərilərsə, bərabərdir 0 yazılarsa, yəni bu verilmiş ifadələr istər modulun içərisində, istər kökün içərisində olsalar, bunların hər birinin ayrı-ayrılıqda sıfıra bərabər etmək lazımdır. Bəs niyə biz hər birini ayrı-ayrılıqda sıfıra bərabərləyirik? Çünki bu moduldur, kökdür, üstü kvadratdır, bunlar heç vaxt mənfi olmur. Mənfi olmadığına görə bu bir halda mümkündür. Ancaq gərək bu modulun da içərisində 0 olsun, birincinin də, ikincinin də, üçüncünün də içərisində 0 olsun ki, sıfırları toplayanda 0 eləsin. Başqa bir halda bu mümkün deyil. Ona görə də modul olsun, istər kök olsun, istər kvadrat olsun, mötərizədə kvadratı. Belə hallarda hər birin ayrı-ayrılıqda 0-a bərabər etmək lazımdır. İndi verilmiş ifadənin hər birini ayrı-ayrılıqda 0-a bərabər eləyirəm. Yazıram 5x üstəgəl 2a bərabərdir 0-a. 3x üstəgəl 3b bərabərdir 0-a və x çıxı 6 bərabərdir 0-a. Baxıram ki, burada məsələn hər birində x var, b var, birində x var, a var. Amma burada tək x-dir. Yəni mən buradan yola çıxıram 3-cü modulun içərisindən. X çıxı 6 bərabərdir 0-a, x bərabərdir 6-nı sağ tərəfə keçirdəndə olacaq müsbət 6-ya. Deməli x 6-dır. Əgər x 6-dırsa, gətirib yerinə yazsam, 3 vur 6 üstəgəl 3b bərabərdir 0-a. 3 dəfə 6 18 üstəgəl 3b bərabərdir 0-a. 3b bərabərdir 18-i digər tərəfə keçirsəm mənfi 18-ə. b də bərabərdir mənfi 18-i 3-ə böləndə mənfi 6. b oldu mənfi 6. Gətirirəm x-in yerinə də 6 yazıram. Yenə birinci modulun içərisində də 5 vur 6 üstəgəl 2a bərabərdir 0-a. 30 üstəgəl 2a bərabərdir 0-a. 2a bərabərdir mənfi 30-a. a da bərabərdir mənfi 15-ə. a-nı da tapdım mənfi 15. Məndən indi a üstəgəl b-ni istəyir. A üstəgəl b cəmini istəyir. A mənfi 15, b mənfi 6. Mənfi 15-in də üstünə mənfi 6-nı gələndə burada mənfi 15 çıx 6 olur. Çünki müsbət mənfiyə təsir edə bilmir. Çıx 6 olur. Mənfi 15 ilə mənfi 6 hər ikisi mənfi olanda ədədlər toplanır. Mənfi yazılır qarşısına. Sualın doğru cavabı olacaq mənfi 21 Y variantı. Belə. Sağ olun, növbəti videolarda görüşənədək.